Bismillahirrahmanirrahim. Hicri 60-cı ildə Rəcəb ayının 15-də Yezid hakimiyyətə gələndə Mədinə valisi olan Valid ibn Ütbəyə məktub göndərərək İmam Hüseyndən və Abdullah ibn Zübeyir kimi şəxslərdən dərhal beyət alınmasını istədi. Valid İmam Hüseyn əleyhissalamı gecə öz yanına çağırdı və ondan Yezidə beyət etməsini tələb etdi. İmam Hüseyn əleyhissalam bu tələbi qəti şəkildə rədd etdi və buyurdu: Yezid fasiqdir, şərab içən, Allahın haramını halal sayan və aşkara günah edən bir şəxsdir. Mən heç vaxt belə birisinə beyət etməyəcəyəm. Bu hadisədən sonra İmam Hüseyn əleyhissalam Rəcəb ayının 20-si, 28-də Mədinədən Məkkəyə doğru hərəkət etdi. İmam Hüseyn əleyhissalam Mədinədən çıxmamışdan öncə qardaşı Məhəmməd Hənəfiyə öz vəsiyyətini etdi və buyurdu: Mən cəddim Muhammedin ümməti arasında islahat aparmaq üçün və əmr bil məruf, nəyi əzm münkər etməklə yanaşı, cəddim Rəsulallahım və atam Əlinin yolunu davam etdirmək üçün cihad etmişəm. İmam Hüseyn əleyhissalam Məkkəyə çatdı və Məkkədə 4 ay 5 gün qaldı və bu müddət ərzində hər kəsə Yezidə beyət etməyəcəyini açıq-aşkar bildirdi. Onun bu mövqeyi xalq arasında yayıldı. Ramazan ayının 10-da və 12-si 13-də ard-arda Küfənin tanınmış şiələrindən Süleymə ibn Surəd Xuzari, Müsəyyib ibn Nəcir, Abdullah ibn Vəl, Həbib ibn Məzahir Əsədi, Müslim ibn Əvsəcə, Hani ibn Hani və Səd ibn Abdullah İmam Hüseyn əleyhissalam məktub yazaraq onu Küfəyə dəvət etdilər. Onlar bildirdilər ki, Küfə əhli Yezidin hakimiyyətini qəbul etmir və haqqın bərpasının olmasını istəyir və İmam Hüseyni özünə rəhbər kimi qəbul etməyi hazırdırlar. Ramazan ayının 12-sində və 14-də oxşar məzmunlu çoxsaylı məktublar gəldi. Məktubların sayı artdıqca da dəvətini edənlərin səmimiyyəti İmam Hüseyn əleyhissalama aydın olduqca bu dəvətin yerindəcə araşdırmaq üçün əmisi oğlu Müslim ibn Əqili Küfəyə göndərdi və Ramazan ayının 15-də Müslim ibn Əqil yola düşür və təxminən 18 və ya 20-sində Küfəyə çatır. Əvvəlcə Muxtar Səqəfinin evində, daha sonra isə Hani ibn Urvənin evində qalır. Küfə əhalisi ona 17.000, bəzi rəylərə əsasən 20.000 insan ona beyət etmişdi. Və Müslim ibn Əqil bu beyətləri gördükdə və Küfə əhalisinin dəstəyini gördükdə İmam Hüseyn əleyhissalama məktub yazır: Ey əmimoğlu, Küfə əhalisi sənə beyət edib və Yezidin xəlifəliyini qəbul etmir. Dərhal Küfəyə gəl.